Bir qadın səni sevirsə, sənə aiddir. Mütləq bir şəklin vardır otağının bir yerində. Bir qadın səni sevirsə, yatmazdan əvvəl dualar edər. Sənin adınla başlayıb, sənin adınla bitən dualar. Və bir qadın səni sevirsə, sənə zərər verməz gənc adam. Qadınlar vazgeçdikləri adamları bağışlamağı da bacarmazlar. Bunu unutma. Bir qadın səni sevirsə, qoxlayaraq öpər səni. Səni sevən bir qadın, sevdiyi qədər qucaqlaya bilsə səni, sümüklərin sınar. Və əgər bir qadın səni sevirsə, sən nə qədər güclüsənsə, o da o qədər güclü hiss edər özünü. Amma əsla aranıza ümidsizliyin girməsinə icazə vermə gənc adam. Oradır qadının şah damarı, ümidi. Kəsildiyi an o damar, qadın əlini üzər səndən. Sevməkdən, gözləməkdən, darıxmaqdan, hətta dua etməkdən canını qurtarır kimi qaçar. Saxlaya bilməzsən. Artıq o qadın sənin deyildir. Sahib olmadığın qadından heç nə tələb edə bilməzsən gənc adam. Qadınları bomba kimi düşün. Səhv naqili kəsərsənsə, partlayarsan onunla birgə. Bu həyatda hər şey alarsan. Yalnız səni sevən qadının dəyəri yoxdur. Səni heç nəyə baxmayaraq sevən bir qadını pulla ala bilməzsən gənc adam. Bir də nə olur olsun, səni sevən qadını satma. Səni sevirsə, mübahisə edər səninlə. Həm birazdan sənin boğazından yapışacaq kimi görsənər, həm də görərsən gözlərindəki o qorxunu. Qadınlar susmaz gənc adam. Susmuş qadın getmiş qadındır. Susmuş bir qadın üçün bitmiş bir adamsan sən. Bu qadın olmanın qanunudur. Bir şey daha var ki, quş kimidir qadınlar. Sevərək səmalarda uçar. Sən elə hava saxla ki aranızda, sənin səmanda uçduqca donmasın, dondurulmasın. Yoxsa bunu bir vaxt səni öz səması bilmiş qadının başqa səmada atdığı qəhqəhəni eşidəndə anlayarsan, gənc adam.